qara qırmızı mən vermişəm bunu. Yatıb götürək. Ne bu üçüncü canın qırmızı? Onun qaşqan? Yox, yox. 2, 4, 5, 6, 7, 8 Koroğlu'nun yılxısı. Yoxdur arxası. Oğuz qaldı. Portiyon biləcəm. Başlamışıq videonu davam eləyəkdə. Bugünkü qonağımız Şəmsi Zeynalov. Bizi həmişə takip eləyir, yorum yazır. Onun dediyinə görə TV-də məndən yaxşı video çəkən yoxdur. Düzdür Şəmsi? Elədir, elədir. Biz çəkirlərik TikTok üçün 3 saniyə, 5 saniyə. Onları sən video sayırsın. Yox. Bir aydan sonra onlardan xəbər, əsər, əlamət qal. Video yaxşıdır, göründü. Ancaq videonu başqaları mahnıları ilə körlüyorlar. Neçə dənə şikayət gəlib TV-dən 10 mənə qoyun verib videonu ləğv eləyiblər. Həsən var ya bir dənə Həsən. Necə? Həsən əskər oldu. Elə gözəl videolar çəkir ki, bir daha xahiş elədim, bir dənə videonu verib paylaşım. 500 manat pul istədi. Həsən eydən. Arzuluyorduk ki, yollarımız qurusun. Çox müsəlliyə çıxacaq ki, yağış yağsınlar. Yağmırdı basına. Yox, qurumasın, yolla. Yolla qursa kəmşən batacaq. Batıb bundan sonra 100 dənə yağış yağsa da xeyri yox. Yox, bizə xeyri var. Biraz yaşıl saxlayar, ancaq bitkinin kökləri quruyub. Aşağılarda olsa geçti, yine buralarda biraz yaşıllaşma. Bu il Qalaməliyə ot düşməyə gedəsən. Qalaməliyə, yəqin bu il hamı biçər də Qalaməliyə. Çünki ot yoxdur, bax olacaq, 2 ildir düşmür. Elə gözəl ot var elə indi, Qalaməliyə. Əvvəl bəhanə gətirirdik ki, donuzlar əzib pisə bilmirik, o da yoxdur. Donuz yox. Donuz var ya, qəriblərdə yenə var. Bir görsən. Oranda otu çaldardı, yemir. Niyə yemir? Həsən? Yeməzdə qabağında var. Əvvəl pres gətirib satırdılar. Hamı Qələməliyin otu ilə, ora-buranın otu ilə maleyvanı satılır. Eylədir. Pres bu il ət qiymətini olacaq. Otun birinci bisimindən kim aldı, qazandı. İkinci onsuz da olmayacaq. Çayda su olmayacaq. Bu ayın əvvəlləri çaya fili vurardın, geçməzdi. İndi Həsən geçsin, çimrənsin su dizindən. Eylədir abi, su yox. Elə belə götür, ildə buradan su çıxırdı bu yolun aşağı tərəfdən. Naxıra getdim, özümlə 3 litr su götürdüm. Bir dərədə su tapamadım işimi. Həsənə çox dedim, get naxıra, gedəmmərəm. Bu da belə, getdim bir dənəsi bitirdim, 600 manat cərməsi var. Qazandım o. O 600 manatı versəydim, il boyu naxıra gedəcəkdi Həsən. Sən görürsən 600 manatı bu başdan ağırsan. Söylə də gördün yağır qoyursan da. Həsən istəyirsən deyin bir dənə telefon göndərsinlər, yavaş-yavaş get növbəsi. Telefon almışım tədə. Qəşəng telefondur, Poco X7-dir, nədir? Mən də onun qardaşım X6-sını almışım. Al 2 dənə qardaş olsun, əlbir işləsinlər. Yola getmədim, qarqab olsun alaq. Burada bir sürü ev var. Yəqin ev var. Bizim kətdən gəlib bura. Gəlməz ya, bura uzaq. Gəldi. Ev var, ana baba. İldə burada nə qədər su çıxırdı bu yolun qırağına, balçıq. Bura cəmiləri qoyan deyirlər də, əvvəl arını bu suyun hesabına gətirib burada neçə ay saxlayırmış.
İndi bura gəldin, gərək. Şimdi 2 dəfə də Ceyhun Əsirabad çayından su gətirəcəz. Aşağıda çeşmə var, çıxır. Civiri dərədə su olar, Mehdi'nin yerinə su ötürürlər. Onun hesabına çıxmır o dərələrdən su. Oradan çıxır. Elə Əhməd tərəsinə su gedirdi. O dərədə həmişə olur. Səyyad bu yolları xeyli düzəltib. Yollar. Hər şeydən də sağlıq deyil. Bu yol o birdən çox yaxşı oldu. Burası baxılmır bu yoldan. Yaxındır, qol üstüdür. Həm Maşın yaxındır. burada Avroskiyə düşmür. O yolun biri də artıbdır. Getdikcə sırpır. Həm də elə Ağdıza qalxanda çox naqırıska. Buradan qara daşlarda hər yeri kəsə gəlir rahat. Bir dənə yaxşı texnik olar. DT-75 yox. Həm dekdən, S-dən, kəpsədən zaten bu dikləri bura götürür. Bir dənə cispi olar. Cispinə Hilti, vurur daşı zadı. Daşlar həm də o cispini torpağı götürüb tökəsən o Türkiyə yerlərindən. Bir dənə doldu bəlkə işte. Piyada Əsirabada getmir. Maşından da bu daşların hamısını götürür. Bir də diferə dəyibi. Alçağıdır. Nətər olsa daş qalxdı, vurdu indi oradan yağ buraxır. Şiralıyır. Maşın eğilsin hər gün gəl gedir. Səsi küy nətərdir, yaxşı qalıbdır. Yox, yaxşı saxlanmışdır. Neçə ildir gəlib keçdiniz? 8 il. Şurada gedək. Annem işləyəndən də almışsınız da. 2015-dən almışsınız da, elə də. 16'dan, 15 değil, 16'dan. 15. Əvvəl yağışlı qarlı havalarda qorxurdum burada maşın sürməyə. İndi maşın sürüşməyəndə qorxuram. Adrenalin yaşatmır adama. Belə quru havada maşın sürməyinə var. Bir dəqiqə ver, Həsənə padlus kimi belə rolu fırlasın özü gedəcək. Elə də. Bu yol məhd yox. Buradan yaxşı girmədim, palçıq ki sıvaşır, təkərə kralon altına getmir ki. Getmir, ha. Maşına vardım aşağı yumağa 15 manat dedilər, mən də vermədim, qaytardım, yətdim, özüm yudum. Elə də, elə boğa deyildir. Mənim günüm elə 20 manata düşür, bir daha moyka açıb gündə bir daha maşın yuzsam, daha niyə işləyirəm ki? Deyir, çox balçıqlıdır. Balçıq olmasa mən niyə gətirirəm? O təpəyə bir daha maşını çıxartmışdım. Bura? O da orada. Ha, ora çıxır. Oradan bir video çəkdik. Ha, ora. Buradan su çıxan yerə cəndə getmişim. Sizin məhəllənin naxırı pulludur. Ha. Ötürürsən sən? Ha, ötürür. Yaxşıdır. Naxırçı can qutaran şeydir. Həsən də yığıb otarmır da. Bir mala 20 manat alsan, 24 maldır Həsən. 480 manat edir. Bir-iki gündən sonra gedib ötürəsən. Arada çay boyuncan da olar. Video çəkəsən nə qədər TikTok'dan qazanarsan. Qalmır evətdən. Necə olur? Telefonun Yəqin ki, sən sevdiyin zalim var şəhətdən, ona görə uzaqlaşamırsın. 100%'dir. Cavan oğlan, oğlum. 5-ci sinifdən sevgilisi var ya bunun. Sən jockeydir, jockey. Bir qız 2 nəfər istəyirdi, Ayhan gözünün altına bir yumruq qoymuşdu ki, Həsən 3 ilkisili qaldılar. Qız da axırda ikisini də tərk elədi, getdi. Niyə daha verirdiniz? Elə bir şey var. Hə, necə olmayıb şəkilləri var. Fəqət daş döşülüb belə. Keçən buranı siz doldurdunuz deyilsən, hə? Ha, sən bitir. Biraz da kanala sıxdı su. 1-2 gün getdi də yenə onun hesabına dərədə biraz su olur.
Ha. Bura Alzaman yolu deyirlər. Ha. Hala kətlərdə Niva olmayanda bir Niva almışdı. Ha. Yolun da ən düz yolu buraymış. Bir də qabağa gedir, deyir bu yolu bir də harda görəcəm. Qayıdır dala 3-4 dəfə sürür, keyfini çıxarır. Orada sönüb gəlir şuraya. Əvvəl qəşəngdir, indi pis görəcək. Ən düz yeri buraydı. Ha. Eteğin gücü çatmır, qazır, məcbur bir yerdə qoyub gedir üstündən. Ona görə belə olur. Güc də vermək olmur. DT-yə bir də qaz verirsən, seplər qırılır. DT kartoşka arıq çəkmək üçün. DT 71. İndiki texnikaların yanında ha. Gücü də azdır. Az. Bu dağlarda ondan başqa texnika gəzməzdi. Bu boyda yolu. Siz dediğiniz at qrupası budur, budur. Ne yaptı? 7'si oradan geçti, 4'ü de burada. Böyle onların ciddiyiz. Bu ahtar aldı olup desem, minib götürüblər. Yəhər izi var belirlər. Bedər buna deyir, biz daha ciddi. Deyiləm, hiç var deyil. Həsən buranın adı nədir? Molla Uçan denə bura. Əhməddir deyil, arxamızda Cəlil dərəsi qaldı. Cəlil dərəsi, biz verəyim. O biri Əhməddir, bura Molla Uçandır. Böyle bir şey yapman var. Bura Molla Uçan. Ən qəliz torpağı var. Mallar uçandı, Molla Uçandı. Orada mən təxmin edəmirəm ki, kimin malıymış. Mən elə biləm, buradan həmişə mal uçur, mən də gedim uçur. Onlar da torpaq ağdı, yəqin ki, mallar uçandı, Molla Uçan qaldı. Mallar uçur. Mollağın uçmağı görməmişəm, malın uçmağı görmüşəm. Hatta molla varıb gəlib, tutsun. Ağır molla uçur. Nəsrənin suyu kəsilib. Suyu kəsildirsə bu bağ da batdı. Buradan elan edirəm, Nəsirva suyuna yaxşı turbalarım var. 30 dənə Asinkovu turba, biri 200 manatdan. Və başqa kəndə satacam, axtardıqlarda tapanmayacaqlar. 29'un alana birində hədiyyə. Aha. Kampanya. Ha, endirimdədir bu dəqiqə. Endirimdən yararlanmaq lazım. Bir hədiyyəni verin mənə, 29'unda sat. Ha, sən yaxşı işləyirsən. Birinci satırsan, axırıncı hədiyyəni verirsən. Qəşəng nallıqdır. Çox bərk olur. Polatdır, nə qədər pişirmək lazımdır. Əvvəl təndir var, atır sən təndirə. Bu ilas yarışmasında nə edə bildin? Neçə yer götürdün? Mən eşitdim, mən elə TikTok'da canlı yayında. Həsən Xaloğlu bir dənə xalça qazandı. Ya sanada idi? Keçən xalçaydı, bu at heykəli. Ya heykəl neylə 3 qəpilik şeydir. Bir bahalı şey, hədiyyə eləyərdilər sizə. Birincilik Xaloğlu da atdı. Bir dənə atım iti be. Sarı atdı, daşdı. Qurtlardan soruş. Her şey dünən buradaydı, böyün yox. Ben aktarım tapdım. Kəfşən bu yağışdan sonra biraz yaşıllaşıb gözə gəlir. Amma yaşıllığı o əzgənliyi ilə mən ölçürəm hər yaz. Ora bomboş. Ora heç nə də onların vaxtı yox. Vaxtı keçdi. Demək Cavitdə heç nə yoxdur hesabı. Əzgəni günə yerdə orada olmadısa Cavitdən olmaz. Axır aparırlar orada nə içir gərək hər mala gündə bir kletka sirapsa da aparasan. İşte. Deyir su var azdır, balata var. Ya da sabah bir gün atlarsın, qalxıb gələcək. Heyvan sürülər gedəcək. At heç onun axıra imkan verməz su yersin. İkisinə 100 dənə, 200 dənə at olur. Satın olacaq.
Sən evə gəlirsən yoxsa gəlirsən xala oğlun gəlir? Geçəcəm. Gedək bizə. Ha, buna apar bir yaxşı bax da Həsənə. Başa sal ki, hərdən bizim mal növbələrinə geçsin. Yəni deyirəm. Hayratım artıq tutub özüm gedəcəm hayratım. Özü nə işim var idi geçən var. Deməlidir biləməm. Bizə o yol ayrılan daşadı bizə məsafəmiz. Nurucenin yolunda. Ha, oradan elə orada konusda. Mən elə bildim ki, bugün bir 10-15 kilo göbələk yığmısınız. Yox, göbələk yığma. Atına çıxmışdınız ki, biraz qalxıb gəzərdi. At apardım ötürməyəm. Heç elə həvəs yoxdur, çəfşin. Buraxdı ona görə. Ha. Yağış da görüş üçün yağmur. Olan da quru olacaq, hatta qurtlanırsa. Onunla yana gitməyin edir. Bəsdir bura qədər. İşte mənim çox sağ olun. Sağ olun. Sağ ol. Sağ olun.